Salam əziz müəllimlər, hər vaxtınız xeyirli və uğurlu olsun. Bugün bilirsiniz ki, 24 iyun 2026-cı il Respublikamızda yenidən sertifikasiya imtahanı təşkil olundu və bugün bizim də qruplarımızdan iştirak edən müəllimlərimiz var idi. Uğur qazanan bütün müəllimlərimizi bir daha təbrik edirəm. Pedaqoji fəaliyyətlərində bol müvəffəqiyyətlər arzu edirəm. Və bugün qeyd etmək istəyirəm ki, digər günlərdə keçirilən sertifikasiya imtahanındakı olan suallara nisbətən istər ixtisas üzrə olan suallar, istərsə də ki, kurikulum üzrə olan suallarda bugün çətinliklər daha çox olub. Bir də müəllimlər, keçən dəfəki suallarda yəqin ki, araşdırma aparmısınızsa, görmüsünüz ki, yəni bullying, cari planlaşdırma və yaxud da illik planlaşdırmaya aid suallar var idi, inteqrasiya, qiymətləndirmə. Bugün isə daha çox müəllim-şagird münasibətlərinə aid, idraki sahəmizə aid, elə inteqrasiyaya aid də sualları görə bilərik. Və müdavimlərimizin yadında qalan suallara əsasən mən hal-hazırda bir neçə sualın izahlarını sizə təqdim etməyə çalışacağam və qeyd etmək istəyirəm ki, digər müəllimlərimizdən də nə zaman hər hansı bir sual gələrsə, o sualların da ikinci hissə kimi izahları YouTube kanalıma yüklənəcək. İndi isə gəlin müəllimlər, birinci sualımızın izahına keçid edək. Burada mən sizin üçün ətraflı yazmışam, həm izahını, həm də düzgün variantını qeyd etmişəm ki, tam rahat şəkildə başa düşəsiz. Birinci sual necə olacaq? Sinifə xaricdən bir şagird gəlib və həmin şagird uyğunlaşa bilmir sinifə. Müəllimin atacağı addım necə olmalıdır? Təbii ki, sinifə başqa bir şagird gələ bilər və mütləq şəkildə çalışmaq lazımdır ki, həmin şagirdi sinifə adaptasiya edək. Bunun üçün əlbəttə əməkdaşlıq edilmə önəmlidir. Sinifdə səmərəli mühitin qurulması vacibdir və digər şagirdlərlə də münasibətlərin bərqərar olunması üçün müəyyən, yəni proaktiv müəllim yanaşmasında da biz qeyd eləmişdik ki, müəyyən strategiyalar var ki, onlardan müəllim istifadə etməklə həmin o yeni gələn şagirdi də sinifə adaptasiya edə bilər. Və bunun üçün ən önəmli məsələ əməkdaşlıq olunmasıdır. Ona görə də doğru cavab olaraq müəllimin atacağı addım yeni gələn şagirdin adaptasiyası üçün sinif yoldaşlarının onunla əməkdaş etməsini, ona məktəbi tanıtmasını təmin etməlidir. Belə bir variant olubdur cavabımızda, yəni onu qeyd edən müəllimlər doğru cavabı yazmış olublar. Bəs niyə görə məhz bu cavabı seçməliyik? Çünki müəllimlərimizin söylədiyi fikirlərə əsasən hər bir sualda verilən cavablar da bir-birinə çox bənzəyib. Ona görə məhz bu cavabı götürürük ki, şagirdlər arasında qarşılıqlı anlaşmanı artırır, müxtəlif mədəniyyətlərin tanıdılması ilə bağlı layihə hazırlamağa imkan yaradır, yeni gələn şagirdin məktəb mühitinə uyğunlaşmasını daha da rahatlaşdırır, sadələşdirir. Ona görə ən elə uyğun variant bu cavab olacaq. Sonra keçək ikinci sualımıza, birbaşa idraki sahə ilə bağlı olan bir sualdır. Nizami Gəncəvinin 1141-ci ildə anadan olduğu məlumdur. Bu tarixi hicri təqvimə keçirəndən sonra nəticə necə olacaq? Baxın müəllimlər, demək burada nə var? Tarix var, mən izahında sizin üçün yazmışam burada. Yəni bu illərin dəyişilməsini başa düşməyən şagird əlbəttə ki, bu tapşırığı səhv işləyəcək. Ona görə də başa düşməkdən söhbət gedirsə, əlbəttə ki, bu idraki sahədə keçdiyimiz anlamaq mərhələsinə aid olacaq. Yəni bu zaman şagird anlayışları düzgün quracaq, düzgün məsəl üçün müəyyənləşdirəcək və bunun üçün də onlar həmin o təqvim sistemləri arasında olan fərqi, onların çevirmə qaydasını vacib şəkildə başa düşməlidir, anlamalıdır. Ona görə bu sualımızın cavabı anlamaq mərhələsinə uyğun gəlir. Üçüncü testimizin izahına baxırıq. Məktəbə yeni gələn müəllim var. 8-ci sinif şagirdləri heç bir halda həmin müəllimi sevmir, qəbul etmək istəmirlər. Müəllim bu problemi aradan qaldırmaq üçün hansı addımları atmalıdır ki, problem həll olunsun? Baxın müəllimlər, necə ki, sinifə yeni gələn şagirdlər çətin adaptasiya olunur, elə müəllimlərə də bu daxildir ki, yəni sinifə əgər yeni müəllim təyin edilibdirsə, o da bir müddət şagirdlərlə ünsiyyət qurmaqda biraz problem yaşaya bilər. Və bu sualımızda məhz bu istiqamətdə
istiqamətdə olacaq. Görək hansı cavabımız uyğun gələ bilər. Yəni, məsələn, müəllim şagirdlərlə açıq ünsiyyət qurmalıdır, onların fikirlərini dinləməlidir, ortaq fəaliyyətlər təşkil etməlidir, sinifdə etimad, hörmət mühiti yaratmalıdır ki, münasibətləri tədricən gücləndirib stimullaşdıra bilsin. Yəni, bu bizim doğru olan cavabımızdır. Çünki müəllim-şagird münasibətləri qarşılıqlı hörmətə, etimada, anlayış əsasında qurulanda daha müsbət, məsəl üçün, keyfiyyətini göstərir və şagirdlərin motivasiyasını artırır, tədris prosesinin effektiv olmasını təmin edir. Ona görə də hətta bundan başqa belə bir şey də mən sizə qeyd edərdim ki, həmin o müəllim o sinifdə dərs keçən digər müəllimlərlə də əməkdaşlıq edə bilər ki, yəni bu sinifdə dərs keçdiyi üçün onlar o şagirdləri ondan əvvəl də tanıyıblar. Hər birinin xarakterini, öyrənmə səviyyələrini, qavrama səviyyələrini bilirlər. Onun üçün də yəni yeni gələn müəllim digər müəllimlərlə də əməkdaşlıq edə bilər. Və burada doğru cavabımız yenə az öncə vurğuladığım kimi açıq ünsiyyət quracaq, onların fikirlərini dinləyəcək, ortaq fəaliyyətlər təşkil edəcək və beləcə hörmət mühiti, etimad mühiti formalaşdırmış olacaq. Sonra 4-cü verilən suala baxırıq. Summativ qiymətləndirməyə aiddir. Müəllimlər, summativ qiymətləndirmə haqqında bundan öncəki izahlarımda da çox danışmışam. Məktəb daxili qiymətləndirməmizə daxildir. Diaqnostik, formativ, summativ kimi öyrənmişdik və summativə aid olan cavabı istəyir bizdən. Summativ qiymətləndirmə bilirik ki, şagirdin nəticəsini ölçür və standartlara uyğun şəkildə nailiyyət səviyyəsini göstərir. Yəni, doğru cavabımız da belə olacaq. Summativ qiymətləndirmə şagirdin öyrəndiklərini nə dərəcədə mənimsədiyini müəyyənləşdirir, tədris prosesinin nəticəsini ölçməyə, planlaşdırmada istifadə olunmağa imkan yaradır. Bu summativimizə daxil olan variantımız idi. İndi müəllimlərin variantlar tam şəkildə yadlarında qalmadığına görə məcburən elə cavablarla birbaşa izahımı sizə təqdim elədim ki, bugün düşən suallar haqqında da məlumatlarınız olsun. Bu qədər əziz müəllimlər, dinlədiyiniz üçün, videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm və növbəti imtahanlarda sualların izahlarını əldə etmək istəyirsinizsə, təbii ki, kanalıma abunə ola bilərsiniz və yeniliklərdən məlumatlı ola bilərsiniz. Sağ olun müəllimlər, növbəti günlərdə imtahanlarda iştirak edəcək bütün müəllimlərə bol şans və uğurlar arzu edirəm.